Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi Koroğlu metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işləri sürətlə davam etdirilir. Yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir. Dövlət proqramına uyğun olaraq yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3,9 km təşkil edəcək. Layihəyə uyğun olaraq avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur. Yeni yolun layihəsi Xəlil Rıza Ulutürk küçəsi və Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq Ulduz metro stansiyasının yaxınlığından keçərək Ələsgər Qayıbov küçəsindən ümumi uzunluqları 1240 metr olan 2 tunel vasitəsilə mövcud metro və dəmir yolu xətlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Buradan isə Yusif Vəzir Kəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsilə Aşıq Molla Cümə və Zaur Nüdri Əliyev küçələrinin kəsişməsindəki dairədən keçərək Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əliyev küçəsinədək davam edir. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr olan tunelin inşası da nəzərdə tutulub ki, qeyd olunan ərazilərdə tikinti işləri icra olunur. Layihəyə uyğun olaraq 3-cü kilometr hissədə və Mirzə Uluqbəy küçəsində yeraltı piyada keçidlərin inşası aparılır. Qeyd edək ki, tikinti işləri ilə bağlı sözgedən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır. Bu yüzdən sürücülərdən sözgedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yolunuz açıq olsun.